Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 14-cü paraqraf, yəni Şimali Azərbaycan fevral inqilabından sonraki dövrdə. Bildiyimiz kimi Birinci Dünya müharibəsi Rusiyanın, eyni zamanda o müstəmləkələrində vəziyyəti pisləşdirmişdi, Rusiyanın özündə də vəziyyəti pisləşdirmişdi və bu da 1917-ci ilin fevralında inqilaba səbəb oldu. Və bunun nəticəsində də deməli Rusiyada monarxiyaya son qoyuldu. Yəni artıq bilirsiniz də 1613-cü ildən Romanovlar sülaləsi idi və 2-ci Nikolay devrildi. Romanovlar sülaləsinin hakimiyyəti başa çatdı. Müvəqqəti hökumət təşkil olundu. Bu müvəqqəti hökumətdə Müəssisə Məclisi çağırılmasına qədər fəaliyyət göstərəcəkdi. Və eyni zamanda burada Fəhlə və Əsgər Deputatlar Soveti də təşkil edilmişdi və bunun da təşkil edilməsi nəticəsində Fəhlə və Əsgər Deputatlar Sovetinin təşkil edilməsi nəticəsində iki hakimiyyətlik yarandı. Və müvəqqəti hökumət Qafqazın idarə edilməsində də müəyyən dəyişikliklər etdi. 1917-ci ilin martında Qafqaz canişinliyi ləğv olundu. Bir dənə xatırlatma verək, Qafqaz canişinliyi yaranıb 1844-də. 1883-də öz fəaliyyətini dayandırıbdı. 1905-ci ildə fevral ayında yenidən fəaliyyətə başlamışdı. İndi 1917-ci ildə öz fəaliyyətini dayandırıb və onun yerinə yaranır Cənubi Qafqaz Komitəsi. Xüsusi Cənubi Qafqaz Komitəsi də demək olar. Cənubi Qafqaz Komitəsi yaranır. Və komitənin tərkibində də Azərbaycan, yəni 4-cü dövlət durmasında seçilmiş deputat kim idi o? Məmməd Yusuf Cəfərov. O təmsil olunmuşdu, yəni bu 4-cü dumanın tərkibində də. Deməli, ümumiyyətlə, bu Cənubi Qafqaz Komitəsi də demək olar, Caqafqaziya Komitəsi də demək olar. Yəni, o da Qafqazın arxası, Ruslara görə Qafqazın arxası olaraq axıdır. Və müvəqqəti hökumətin Bakıda da, eyni zamanda digər qəzalarda da yerli hakimiyyət orqanı yaranır. Bu da İTİK, İctimai Təşkilatların İcraiyyə Komitəsi adlanır. Və Milli Azadlıq Hərəkatının yüksəlişindən də danışaq. Demişdim ki, əvvəl partiyalar mövzusunu izah edəndə, demişdim ki, 1911-ci ildə Müsavat Partiyası yaranır. Məsələn, o 1913-cü il əslində qaçan legal fəaliyyəti dayandırılır. 1917-ci il fevral inqilabından sonra o yenidən legal fəaliyyətini davam etdirir. Yəni, yenidən fəaliyyət, açıq şəkildə fəaliyyət göstərməyə başlayırlar. Yəni, bu fevral inqilabının nəticəsində Azərbaycanda, yəni Şimali Azərbaycanda Milli Azadlıq Hərəkatı yeni mərhələyə daxil olmuş olur. Və burada da Milli Azadlıq Hərəkatının əsas məqsədi muxtariyyətdir. Muxtariyyət nə deməkdir? Yəni ki, daxili müstəqillik. Daxildə İraqlı idarəçilikdə müstəqillik istəyirlər. Və 1917-ci ilin mayında Moskvada, bax bu yoxdur, ayın tarixi də yoxdur dərslikdə. Mən baxdım 9-cu sinifdə. Yeri də yoxdur. Mayında 2000-larına yadda saxlayın. Hələ 3000 Ümumrusiya müsəlmanları qurultayında ərazi muxtariyyəti tələbi irəli sürülür. 1917-ci ilin mayında Moskvada keçirilən Ümumrusiya müsəlmanların qurultayında ərazi muxtariyyəti tələb edirlər. Sonra isə hansı ki, bu fevral inqilabından sonra yaradılan bu Bakı və Əsgər Deputatlar Soveti var idi. Yəni, Bakı Soveti idi o. Həmin o Bakı Sovetində Azərbaycanlılar təmsil olunmamışdı. Və qurumun tərkibində Bolşevikdir, SRD, Menşevikdir, erməni daşnaqlardır. Bunlar hamısı vardı. Amma Azərbaycanlılar yoxdur. Sonra 1917-ci ilin oktyabrında bilirsiniz ki, oktyabr çevrilişi baş verir və burada da müvəqqəti hökumət devrildi və Rusiyada deməli Sovet hakimiyyəti quruldu. Ondan sonra isə noyabr ayının ikisində isə Bolşeviklər Bakıda da Sovet hakimiyyətinin qurulduğunu elan etdilər. Noyabr ayının ikisində, oktyabrında Rusiyada, noyabrın ikisində isə Bakıda Bolşevik hakimiyyəti, Sovet hakimiyyəti qurulduğunu elan etdilər. Sonra axı bildik ki, oktyabr çevrilişindən sonra xüsusi Cənubi Qafqaz Komitəsi bunlar Sovet hakimiyyətinə tanınmır axı. Ona görə də öz fəaliyyətini dayandırır. Və 1917-ci ilin noyabrında Cənubi Qafqaz Komissarlığı, Zaqafqaziya Komissarlığı yaradılır. Və bunun da tərkibində Azərbaycan, Ermənistan, Gürcüstan təmsil olunmuşdu, üçü təmsil olunmuşdu. Burada iki hakimiyyətdə yaranır. Niyə? Bir tərəfdə Zaqafqaziya Komissarlığı, bir tərəfdə də Bakı Sovetidir. Yəni, ona görə də iki hakimiyyətdə yaranır. Sonra Ərzincan barışığı haqqında deyək. Bildiyimiz kimi 1917-ci ilin dekabrında Osmanlı ilə komissarlıq arasında Ərzincan barışığı imzalanır. Baxın, bəzən qarışdırırlar, bu komitə ilə bağlanıb, bu Ərzincan barışığı komitə ilə, komissarlıqla, seyimlə, nə ilə bağlanıb bu? Məntiq nə fikirləşək? Bu 1917-ci ilin dekabrındadır. Komissarlıq nə vaxtdır? Komissarlıq noyabrda yaranır, 17-ci ilin noyabrında yaranır. 18-ci ilin yanvar-fevral aylarına qədər də. Deməli, 1917-ci ilin dekabrında ancaq komissarlıq ola bilər də, yəni komitə ilə seyim ola bilməz ki, onda deməli bu Ərzincan da Osmanlı ilə Cənubi Qafqaz komissarlığa bağlanır.
Ha, deməli, burada da nə deyilir? Deyilir ki, Qafqaz cəbhəsində bu hərbi əməliyyatlar dayandırılmalı idi və Rus qoşunları bu Cənubi Qafqazda bu bölgədən çəkilməli idilər, həmin bu bölgədə. Amma bunlar cəbhədən qayıdan zaman hansı ki, bu Rus hərbi hissələri vardı, öz silahlarını ermənilərə, gürcülərə verirlər, onlara təhvil verirlər və hansı ki, bu Rus hərbi hissələri keçdikləri yollarda türk müsəlman kəndlərini dağıdırlar, yandırırlar. Və bunun da qarşısını almaq üçün bu dəstələrdən biri Şəmkir stansiyasında tək silahlanmalıydı. Amma bunlar silahları verən zaman, bilirsiniz də 1918-ci ilin yanvar ayında silahları təhvil verən zaman toqquşma olur. Sonra da bu mart soyqırımında buna istifadə olunur ki, yəni bu da rəvaz verən hadisələrdən biri olur 1918-ci ilin martında. Sonra milli hərbi qüvvələrin yaradılmasına da çalışırdı. Bilirsiniz də, Birinci Dünya müharibəsi illərində ancaq Tatar süvari alayı idi. Amma bizə hərbi qüvvələrin yaradılmasının əsas çətinliklərdən biri silah çatışmazlığıdır. Əsas məsələlərdən elə biri deyərdim odur ki, əvvəlki mövzularda da demişəm, 1874-cü ildə hərbi islaha keçirilmişdi. O da nə deyir? Deyir ki, ancaq Slavyanlar vuruşacaq. Sonra 87-ci ildə bizə dedirək ki, siz də vuruşmamağın əvəzində hərbi vergi verməlisiniz. Ona görə də yəni bax bu kimi amillər səbəb olur ki, yəni burada ordunun yaradılmasına, milli hərbi qüvvələrin yaradılmasına çətinlik törədir. Sonra Seymin fəaliyyətindən danışaq, yəni Cənubi Qafqaz Seymindən danışaq. Burada komissarlığın həm daxili, həm də ki, xarici fraksiyalar arasında yəni fikir ayrılığı olur və buna görə də Cənubi Qafqaz komissarlığı öz fəaliyyətini dayandırmasına səbəb, yəni dayandırır öz fəaliyyətini və 1918-ci ilin fevralında Cənubi Qafqaz Seymi fəaliyyətə başlayır. Cənubi Qafqaz Seymi. Baxın, komitə, komissarlıq Seymi. Komitə 1917-ci ildə martından başladı, 1917-ci ilin oktyabrına qədər. Komissarlıq 1917-ci ilin oktyabrından 1918-ci ilin deməli fevralına qədər, 1918-ci ilin fevralından da 1918-ci ilin 26 mayına qədər də Seymdir. İndi Seym fəaliyyətə başladı. Seymdəki Cənubi Qafqazın qanunverici hakimiyyət orqanı olur. Və sonra 1918-ci ilin 3 martında Brest-Litovsk müqaviləsi bağlanır. Kimlər arasında? Sovet Rusiyası ilə Almaniya arasında. Baxın, SSR yox ha, bəzən testlərdə çaşdırmasını verirlər. SSR var 1918-ci ildə, Sovet Rusiyası var. Sovet Rusiyası ilə Almaniya arasında Brest-Litovsk müqaviləsi bağlanır. Burada şərtində deyir ki, Qaz, Ərdahan, Batum Osmanlıya qaytarılmalı. Əvvəlki dəstəklərdə var idi. Yalnız gəlsə San Stefano, Yeşilköy müqaviləsi var idi. Həmin müqavilə daxil eləmişdi, itirmişdi və o deyil torpaqlar geri qaytarılmalı idi. Amma bu şərt Seymin həm erməni, həm də gürcü fraksiyasının xoşuna gəlmədi. Onların etirazına səbəb oldu. Ona görə də başlayırlar hələ 1918-ci ilin 14 martında Trabzonda konferans keçirirlər. Trabzon konferansı. Deməli, burada da Osmanlı dövləti bunların qarşısında iki tələb qoyur. Birinci tələb o olur ki, deyir, birincisi, sən Rusiyanın əlində oyuncaq bir qurumsan da, yəni müstəqil dövlət deyilsin. Sən birinci öz müstəqilliyini elan et və ikinci isə bu Qarsda, Ərdahan və Batumda burada olan iddialarının əl çək. Amma bu tələblərlə erməni gürcü fraksiyaları razılaşmırlar. Ona görə də müharibə etdilər. 8 günlük müharibə olur. Əvvəl barı qidəsidir. 8 günlük müharibə olur və bu müharibə nəticəsində də erməni gürcü hərbi qüvvələri məğlubiyyət uğradı. Və nəticədə də yəni Seym Brest-Litovsk müqaviləsinin şərtlərini tanımalı olur. Bir də artıq 1918-ci ildə aprel ayında yaranıb Zaqafqaziya, yəni Cənubi Qafqaz Demokratik Respublikası yaradıldığı elan edilir. Bu qədər, sağ olun.